Salam, hər vaxtınız xeyir olsun dostlar, əziz futbol həvəskarları. Topazın baş sponsorluğu ilə Footcast YouTube kanalımızda Mərcimazar adlı layihəmizin növbəti buraxılışı ilə qarşınızdayıq. Rafael ilə birlikdəyim, hər zaman olduğu kimi. Rafael, xoş gördük. Xoş gördük, geri dönüş. Gedib gəlirəm bu aralar, amma bu dəfə daimi qayıtmışam. Bəli, artıq əsası yoxdur, sağlamdır. Sağalmışam, ona görə də beynim də rahatdır. Artıq belə deyək, oyunlara baxıb sizinlə birlikdə təhlil edə bilərik. Görək nə var, nə yox. Topazın bir neçə kampaniyası var. Təbii ki, altını vurdu. Onlardan uzun müddətdir bizimlə verilişlə başlayıb hələ bu günə qədər də davam eləyir. 6-cı ayda da təsəvvür etmirəmsə 7-ci ayda dekabrdan yana. 27-ci turdu. 27-ci turda 250 min udanlar da olub, yüksək bonus alanlar da olub, 25 min udanlar da olub. Ona görə siz də bu həftəki oyunları ekranda görürsüz. Yaponiya komandaları da əsasən və İspaniyadan səsləndirməyə etməncə ehtiyac yoxdur. Sən səsləndirək. Qısa test Asiyadan və bir İspaniyadan oyun var. Las Palmas oyunu idi. Düşüb qalxma uğrunda oyundu. Belə komandaları səsləndim. Cheonan Suwon FC, Hwangseong Suwon Blue Wings. Tanısaz yazın. Bəli. Əgər düzgün səsləndirmirəmsə deyə bilərsiniz dostlar. Gimpo FC Jeonnam Dragons, Gyeongnam Yongin City FC, sonra Las Palmas'dan Malaga'nın oyunu var. Kashima Atlers'dən də Vissel Kobe bu. Bunlar tanınmış komandalardır. Bax bu oyunlara yaza bilərsiniz. Bəli. Yazın 250 min aparın. Yazın 250 min qazanın. Heç bir məbləğ xərcləmirsiniz cibinizdə. Bəli. Bir də ki 1x2 kampaniyası var Topaz Fan Club'ın. O da 150 min manat qazana bilərsiniz. Orada da 20 qəpi ilə minimum 20 qəpi ilə siz kuponları tərtib edə bilərsiniz. Əslində orada Topaz Fan Club sizə 15 oyun verir. Siz sadəcə 15 oyundan 1x2 və ya seçirsiniz. Sonra 20 qəpi ilə mərcinizə edirsiniz. Əgər gələrsə 150 min manat qazana bilərsiniz. Ətraflı məlumat üçün Topaz Fan Club'ı daxil olub orada kampaniya bölməsində 1x2-də oxuya bilərsiniz. Bu Topazın sizə təqdim etdiyi fürsətlərdir. Çox az məbləğə və yaxud heç məbləğsiz pul qazana bilərsiniz. Keçək oyunları həftə sonu maraqlı yoldaşlıq görüşləri var. Bir daha vurğulayaq ki, biz həftə içi çəkirik. Yəni cümə axşamı yayımlanır və cümə axşamı cümə günləri də oyunlar ola bilər, amma biz adətən fokuslanmışıq şənbə və bazar günü olacaq oyunlara. Odur ki, şənbə bazar günü olacaq oyunlar sırasında bir neçə oyunu seçmişik və Rafaellə qarşılıqlı qeydlərimiz də var və qarşılıqlı fikir mübadiləsi də olacaq. Başlayaq. Belçika Tunis oyunu var. Belçika Tunis 17:00 şənbə günü oynanılır. Dünya çempionatı qabağı son yoxlama görüşləridir. Nəzərə alın ki, ehtiyatlı oynayacaq tərəflər oyuna baxıb hesab yazmaq daha yaxşıdır canlı mərc etmək, amma öncədən mərc etmək istəsəz də bir təklifimiz olacaq sizin üçün. Siz də yeri gəlmişkən bizdən Topezə qazananlar olub, rəy bölməsində yazıb qalib olanlar olub. Onları təbrik edirik. Yenə də yazın həftə sonunun oyunlarını kupon şəklində. Nə qədər üçlü oyun yazırlar? Bəli, 3 oyundan ibarət kuponlar yazırlar. Gələrsə də həm biz baxaq, həm sizin digər belə deyək, izləyəcəyimiz, bizim izləyəcəyimiz baxsın, bir-birinizdən faydalanın. Orada çünki qalib kuponlar olur və onlar bizdən hər həftə keçən həftədə 7 nəfər qalib. 7 nəfər qalib göndərildi də. İkinci gündə, həftənin ikinci günündə bütün hər kəsin təpəcələri göndərilib. Çox sağ olsun, Topaz gecikdirmir vaxtında qaliblərimizin öz belə deyək bonuslarını onlara təqdim edib. Siz də bizimlə Footcastda Mərcimazar adlı layihəmizlə oynayın, qalib olun. Belçika, Tunis. Belçikadan tezdən getdik hara. Mən ehtiyatlı davranardım bu oyundan. Heç bir halda əsas kuponlara salmaram, amma bir təklifim olacaqsa mən bu oyunda yox qol variantını deyərdim. Tunis bir qədər alt oynayan komandadır, biraz ağır oynayan komandadır. Açığı yalan deməyim, son oyunlardan birinə təsadüf elə baxmışam, digərlərinə yox. Amma nəticələrə belə də statistika onu deməyə əsas verir ki, biraz ehtiyatlı davranmaq lazımdır. Belçikanın da Xorvatiya ilə oyununda 2-0 qalib gəldi, amma o oyun da nədənsə çox da qorxulacaq Belçika olmadığını göstərdi mənə. Bilmirəm niyə. Xorvatiya ümumiyyətlə onlardan da pis idi. Yəni son illərdə ən zəif Belçika heyəti. Yəni heyətdə indi Lukaku kimi də adlar var, düzdür, təcrübə, amma o artıq keçib orada müasir futbolda biraz çoxdan gedib Gürcüstana. Adla deyil, taktiki digər məsələlər məşqçi önə çıxır. Belçika, Tunis. Mənə elə gəlir ki, yox qol. Burada qalib gəlsə 2-0 yenə də. Xorvatiya necə udubsa bunu da elə uda bilər. Mən bu oyunu alt düşünürəm. Yəni sən bir tərəfdən dediyinlə də razıyam. Yəni yox qoluna getmək olar, amma mən üçün bu oyun altdır. Yəni 1-0 ya da maksimum 2-0 olar. Yox qol da gələr bu oyunda. Bir neçə oyundan ibarət Belçikaya qol vuracağını mən fikirləşmirəm. Bir neçə oyundan ibarət kupon yazsa sən bunu daxil edə bilərsən, amma əsas variantlar mən sistem kuponlarında da yox. Təklif eləməzdim. Altına da gözəl əmsal verir. 1.90 yaxın. Bəli. Portuqaliya Çili oyunu. Portuqaliya Çili mənə elə gəlir ki, Belçika Tunis oyunundan fərqli olaraq daha rəngarəng bir koloritli oyun olmalıdır. Mən təklif edərdim ki, burada Portuqaliya qol
Yəni Çili qol vurmaq potensialı var, amma buraxacaq da Portuqaliya, güclü Portuqaliya var qarşısında. Ona görə mən qarşılıqlı variant qol deyib kənara çəkilirəm. 1.90 Gol olmalıdır. 2-5 üst. Mən də razıyam o düşüncə ilə. 2-1 belə bir şey, 3-1 ola bilər, 3-2 də ola bilər hətta. Amma Portuqaliya müdafiəsindən nəzərə alsaq, həm də bir şey var ki, iki heyətin ikisini də yoxlayacaq. O da var. Ona görə ehtiyatlı olun. Əvəz etmələr olar. Ola bilər ki, birinci sən Portuqaliya 3-0 öndə bitirər. İkincisi də 2-ci isə başladı 50-ci dəqiqədə 7 oyunçunu əvəzləyəcək. Ondan sonra gəlib Çili məsələn 3 dənə qol vura bilər, 2 dənə vura bilər. Yəni oyun əslində bol qola da gedə bilər. Belə baxımlı bir oyun olacağını düşünürəm. Gol 2-5 üst mən əsas variantım. Mən də qarşılıqlı qol variantını seçərdim. Amerika, Almaniya. Amerikada keçirilən yoldaşlıq oyunu, komandalar ora hazırlaşır. Təbii ki, Amerika hazırdır, amma digər komandalar ota, havaya, digər məsələlərə hazırlaşırlar. Ona görə bunlar üçün bu yoxlama oyunları çox vacibdir. Dünya çempionatı öncəsi və bilmək olmur da, yoxlama oyunlarında da tam güclərini bilmək olmur. Ona görə bu oyunda mənə gəlir ki, yenə də rahat açıq oyun olacaq. Amerika qol vuracaq. İlk hissədə 2 qol təklif eləyərdim bu oyuna rahatlıqla. Məncə misal normal olacaq. Gün zərbələrində xüsusi təklifim olacaq ki, 7-nin 4-ə nisbətdə Almaniyanın üstünlüyü ola bilər. Bu 11 gün zərbəsi eləyir, amma siz 10-12 gün zərbəsi arası dəyərləndirə bilərsiniz. 15 üstdə oynamaq olar. 10.5 üstdə oynamaq olar. Və burada belə deyək, gün zərbəsini dediyim BH1.500 Almaniyanın qələbəsi 2 və oyunun 2.500 gəlmə versiyası ola bilər. Yəni qarşılıqlı qol da olacaq, üstü olacaq gün zərbələrdə. Mən bu oyunda nədənsə belə hər birini rahat gələcəyini düşünürəm. Mən düşüncəm, yəni səndən razıyam. Burada Portuqaliyanın Çili oyunu kimi də ABŞ-ın oyunu Almaniyanın qol 2-5 üst hər iki komandanın qol vuracağına. Amma sonda almanların qalib gələcəyini düşünürəm. 1.70. Mən də, yəni o variant versiyada var idi, oxşardı bunlar falan. Amma siz yenə də deyirəm, öz təkliflərinizi də yazın bu oyunla bağlı. Avstraliya, İsveçrə, mən qonaq komandanın İsveçrənin qalib gələcəyini, 2 qol vuracağını düşünürəm. Avstraliya, İsveçrənin son yox, daha doğrusu bir ilk yoxlama oyununu bu dövrü təsadüf edən ilk yoxlama oyununu baxmışam. Rəqib belə deyək, Yordaniya. Yəni zəif adlandıraq, amma iştirakçı da hər halda o da. Mənə elə gəlir ki, rahat qalib gəlmişdilər. Burada da Avstraliya ilə oyunda 2 qol vurub qələbə qazanacaqlar. Buraxmayacağını deyənmərəm. Ona görə mən qonaq komanda 2 qol və qonaq komanda qələbə. Bu versiyanı daha çox qabardardım. Mənə elə gəlir bu heç olacaq. Bu iddialı açıqlamadır. İsveçrə heç-heçə təklif edirsən. Mənə elə gəlir ki, bu oyun heç olacaq. Nədənsə. Çünki biraz ürəkli olur. Bir həftə qalmış oyunlara, 5 gün qalmış, bir həftə qalmış çempionatın başlamasına ehtiyatlı oynayacaqlar. Məncə bəlkə ola bilər ki, 1-1, 2-2 belə bir hesabla da oyun bitsin. Gəlin onda Rafaelin bu heç versiyasını risk almaq istəyirəm. Yəni mənim variantım oxşar tuzludur. Sistem kuponlarında. Mən də qonaq komandanın 2 qolu, Rafaelin də 2-2'lik bir bərabər fikri varsa, gəlin qonaq komandanın 2 qoluna daha yaxşı variant kimi götürə bilək. Panama Bosniya, mən burada nədənsə 1-1'lik, təmiz 1-1'lik bərabərliyi görürəm. Mən də sənə razıyam, heç-heçə. Heç-heçə Panama Bosniya. Bunu sistem kuponlarda daxil eləyə bilərsiniz. Yalnız əsas variantlardan kənar. Bazar gününə keçən gecə İngiltərə Yeni Zelandiya oynayır. İngiltərə Yeni Zelandiyanın oyununun əmsallarda baxırıq 1.43-1.44 civarında 2.5 üstə təqdim eləyir. 2 qol birinci hissə təxminim var, 2 qol ikinci hissə təxminim var. 2 qol birinci hissə, 2 qol ikinci hissə. Məncə alt gələcəyi. Alt? İngiltərənin bu tip oyunları olur, Rafael, razıyam. Amma yəni Yeni Zelandiyaya da sən... Bilirəm, Yeni Zelandiya çox zəifdir, amma ki, İngilislər də etibar edə bilmirəm də mən ki, deyəsən ki, İngilislər gəlib... Son sınaqdan keçirdəcəklər, son heyətdir. 2 heyət, belə deyək də, müəyyən dəyişikliklərlə. Mənə elə gəlir ki, hər biri də özünüz start heyətinə salmaq üçün hamısı da oynayacaq. Yəni o var gücləri ilə daha rəngarəng oyun, daha bir dənə də məsələ var. Biz deyirik özlərini qoruyacaqlar, amma daha mental yaxşı birinci tura hazırlaşmaq üçün. Birinci tur çünki əsasdır, özüldür çempionatda. Birinci turdan qələbə ilə başladınsa yaxşı olur. Ona görə yoldaşlıq oyunlarda o birinci tur arasındadır deyə. Biraz mənə elə gəlir ki, İngiltərə burada yaxşı oyunla qələbə qazanacaq. Məncə 2-0 İngilislər qələbə qazanıb. Həm də koloniyası da Yeni Zelandiya xətrinə dəyməz. Braziliya, Misir, Gol. Mən Braziliya, Misir, gol. Yəni təklif etsəm 2.5 istəyirəm. Salahın qolu. Yaxşı variantdır. Məncə də normal əmsal olacaq 1.90 civarında. Salah oynayar da yəqin. 1.90 civarında, bilmirəm. 1.92-dir. 1.92.
qarşılıqlı qol və yaxud da üst variantına getmək olar. Türkiyə, Venezuela, Türkiyə. Türklər mən Şimali Makedoniya oyununda yaxşı təsir bağışladılar. Ondan sonra yola düşürlər artıq və burada da onlar üçün ab-havaya uyğunlaşmaq baxımından oyun olacaq. Mən 2 Türkiyənin qələbəsi kimi qeyd eləmişəm. Amma alternativ variantım varsa, yəni sən gol. Venezuela gol vuracaq Türkiyəyə. Məncə Türklər udmalıdır, amma mənə də gəlir ki, nəsə çox təhlükəli bir oyundur. Yəni yan keçin, ola bilər ki, Türkiyə heç-heçə qalsın bu oyunda. Gol variantı daha yaxşı. Gol daha optimal variant. Son 3 oyun Danimarka-Ukrayna. Mən bu oyunda Danimarka-Ukraynanın Polşa oyununda gol vurma, yəni gollar vurdum. Danimarka istənilən oyunda qol vurmaq potensialı yüksəkdir. Danimarkanın oyunlarının əksəriyyəti ilk hissə 4.500, ikinci zərbəsi ümumi oyun 9.500 küncü aralığında gəlir. 8, yəni standart künc zərbələri 9-10 gəlir. Bu variant yenə də bura üçün keçərli olacaq. Ola bilər ki, yəni bu oyunda Ukraynada, Danimarkada normal qarşılıqlı hücumlar olsun və sırf qol qarşılıqlı qol gəlsin. Yəni əsas ana variant kimi burada Danimarka-Ukrayna qarşılıqlı qol variantını götürərdim. Çünki Danimarkada fərqlənməyi və buraxmağı bacarır. Buraxır daha doğrusu, mənfi cəhəti odur. Ukraynada nə qədər dirənsə də, yəni Danimarka ona qol vuracaq və özü də fərqlənəcək. Mənə gəlir ki, yaxşı variantda qol variantı və künc zərbələri. 2 alternativ variant var. Gol 2-5-3. Yunanistan-İtaliya bir bərabərlik gözümə dəyir. 0-0-1-1. Yunanistan-İtaliya. Yunanistan əslində qol vuran son vaxtlar yaxşı formada idi bu marta qədərki dönəmdə. Daha doğrusu qol vurmaq baxımından. Məncə qol vuracaq, İtalyanlar da vurar. Qarşılıqlı qollu bir keçiş olacaq. Məncə 0-0 olacaq. Ya maksimum. Yolaşı oynayır, inanmıram, oynayarlar məncə. İtalyanlarla Yunanistan. Hə, İtalyan Yunanistan oynayarlar. 2-0 verib oynayar. Eramızdan əvvəl oynayır. Yox, mən son zamanlar biraz Yunanistan nəsə rəngarəng olub. İtalyanlar o sönüyor. Mərakeş Norveç sonuncu oyunumuz. Ən maraqlı oyun budur. Mənə görə Norveçin oyunu dünya çempionatı öncəsi bu izləmək maraqlı olacaq. Görək. Çünki gizli 4-1 finalçı, gizli play-offçu görürlər. Bunu görürlər bunda. İndi təbii ki, keçdiyi yolda nasıl olacaq. Yoldaşı görüşündə də İsveçriyada yaxşı təsir bağışladılar. Heyəti də yaxşıdır. Mən qarşılıqlı gol gözləyirəm bu oyunda. Yəni Mərakeşdən 2.500 qarşılıqlı gol gözləyirəm. Mən qarşılıqlı qolla razıyam, amma mənə elə gəlir ki, Mərakeş Norveçi məğlub edəcək. 3-33 əmsalına. Mərakeş Norveçi məğlub edəcək. Yaxşı. Mənə elə gəlir ki, 2-1 Mərakeş qalib gələcək Norveçə. Maraqlıdır. Hər halda ortaq fikrimiz üst variantıdır. Nə kuponlarda icazənlə mən seçim 3 oyun bunun içindən. Norveç Mərakeş elə sonuncu oyun. Mən qol fikirləşirəm deyə üst variantını saxlayacağam. İngiltərə, Yeni Zelandiya aşağı 1.45 əmsallı olsa belə üst variantı qalacaq məndə. Qələbə üst yazıb artıra bilərsiniz. Yəni 1.50-yə qaldıra bilərsiniz əmsalı. İkinci oyun və bu təbii ki bazar gününü əhatə eləyir və bir oyunda seçməliyəm Amerika, Almaniya. Burada da 2.500 variantı 1.45 civarında əmsal olacaq. 3 oyun təxminən 4 əmsala bərabər olacaq. Kiçik əmsallardır, razıyam, amma 3 oyun yəni çətinliyə salmaq istəmədim. Məhz bu oyunlarla yekunlaşdırıram kuponu. Çətin oyunlar zaten dedik, Panama, Bosniya X, yazma İtaliya, Yunanistan qarşılıqlı qollu X. Bunları sistem kuponlarda siz daxil eləyə bilərsiniz. Bir də elə bu 2 oyun. Bu 2 oyunu sistem belə deyə də biraz çətin variantlı versiyalar oyunlarda daxil eləyə bilərsiniz. Rafaelin də təbii ki oyunları olacaq. Onları da birləşdirə bilərsiniz mənim oyunlarıma. Deməli mən burada nə edəcəm? Braziliya Misir oyunu qol-qol. Danimarka Ukrayna oyunu qol-qol. Və 3 oyuncu. Portuqaliyanın oyunu 2-5-3 qol-qol. 2-500 qol, ikisi bir variantda. Bəli. Bax belə Rafaelin kuponunu gördük. Təqribən 7 əmsal. Bu civarda bir əmsal olacaq və oynaya bilərsiniz. Yenə də deyirəm, mərc etməyin əsasında əylənmək deyənlər elə edək ki, hər zaman əylənək. Ona görə siz buna yalnız bir hobbi kimi və sırf qeyd etdiyimiz kimi də istirahət məqsədli həftə sonunuzu yaxşı keçirmək üçün, bir futbola bir maraqla baxmaq üçün bəlkə də hər hansı bir oyunu, maraqsız oyunu marağa çevirmək üçün eləyə bilərsiniz. Qarşıdan dünya çempionatı gəlir. Dünya çempionatında da kifayət qədər bəhs eləyəcəyik. Həm analitik verilişlərimiz olacaq, həm də mərclə bağlı layihələrimiz olacaq. Davam eləyəcək Topazın baş sponsorluğu ilə. Kampaniyalardan da yararlanmağı unutmayın. Altını vur. Daha sonra bizim elə Topazın bizim mərcimazlar üçün özəl olan kampaniyası odur ki, rəy bölməsində 3 oyundan ibarət bir kupon yazın həftə sonu üçün. Düz gəlsə sizə də TPZ-lər hədiyyə olunacaq. Bax belə əziz tamaşaçılar, izləyicilər, futbol vəskarları, növbəti həftə
yenə də bu studiyadayıq, yenə də Rafael ilə mən olacağam və Bəli. həftə sonunun oyunlarını dəyərləndirəcəyik. Sağ olun, özünüzdən müğayət olun. Düşüb səsi yoxla. Səs var ya.